Sizlərə 4 sotda, hardasa 100 kvadratdan artıq 3 otaqlı tam təmir əşyalı evimizin təqdimata gəlmişik. Bax dostlar, qapıdır, açıldı, girdin koridor. Koridordan sağda sanitar qovşağı. Gördüyünüz kimi aksesuarlar hamısı işləkdir. Giririk. Burada bir koridordur, eyni zamanda otaqdır, hamısıdır. Kombisindən belə hər şey var. Bir dənə kombinin aparatı xarab olub deyə çıxardıblar, yeni aparat qoyulmalıdır. Bura mətbəxi, mətbəx mebeli qalır. Elektronikalar götürəcək, amma demək olar əşyanın bir 60-70%-ni saxlayacaq. Bura qonaq otağı, bax belə gördüyünüz kimi geniş qonaq otağıdır. Yəni televizor falan götürülür, amma qalan çox şey qalır. Və 2 dənə də yataq otaqlar, qonaq otağından keçid var, yataq otaqlarından. Yataq otağından arxaya da keçid var. Arxada hardasa bir 3 metrdən çox torpaq saxlayıb. Plus bu böyür bax sizə görürsünüzmü? Burada bu evə məxsusdur. Əvvəl bunların deyilmiş, sonra pulla verib alıblar. İndi bu da bunlarındır. Yəni 4 sotdur. 2 sot böyürdə addenli yerdir. 2 sotda da bu ev yerləşir. İstəyən olsa orada bir ev tikə bilər ya da ki, yəni addenli evi. Və bu da digər yataq otağı. Digər yataq otaqda gördüyünüz kimi ölçülər genişdir və burada da nə görsə hamısı qalır, heç bir şey götürülmür. Belə bir evdir dostlar. İndi sizə evin həyətyanı ərazisi ilə tanış eləyirəm. Çıxırıq bax belə həyətyanı əraziyə. Harasa 100 kvadratlıq evdir. Evimizin həyətyanı ərazisidə 2 sotda yerləşir. Həyətə 2-3 maşın rahat daxil ola bilər. Qaz işıq sayğacı var. Qapı birbaşa məhləyə açılır. Evimizin bu digər tərəfindəki o boş torpaq da budur. Bunu da yəni ev yəsinə məxsusdur. Zaborla ayırıb deyir, yəni istəyən övladı üçün bir ev tikib addenli qapı da qoya bilər. İstəyən zaboru sökər, birbaşa həyət eləyir. Yəni 4 sot ümumi həyətyanı ərazisidir. Belə bir evdir. Evimizin addenli suyu var, suyu quyu suyudur. Həyətində sanitar qovşağı tikib, böründə də qladovka, bakından belə hər şey var. Bu da quyumuz, gördüyünüz kimi. Belə bir evdir. Hardasa elə bir 8 metrdən 13 metrəyə, dar uzun ev. Qiymət 57 min. Real müştəri endirimdə olacaq. Yerləşmə yeri Binə qəsəbəsi Məxməri evindən qabağa Qaraquzu restoranına yaxın.